Salam əziz şagirdlər. Bugünkü mövzumuz mətn üzrə iş olacaq. İlk öncə dərsin planı ilə tanışalım. Motivasiya mərhələsi, tədqiqat sualı və mətnin məzmunu. İlk öncə belə bir sual ətrafında düşünək. Azərbaycanı, doğma yurdumuzu dünyada tanıdan sizcə nədir? Bu sual ətrafında geniş mübahisələr söyləyə bilərsiniz. Öz dövlətini, millətini dünyaya necə tanıtmaq olar? Hər kəs bu mövzu ətrafında fikirləşməli, düşünməli və öz həyatını bu amal uğrunda fəda etməlidir. Bugünkü mətnimiz Fərhəng Hüseynov olacaq. Mətnin oxusunu e-dərslikdən və dərslik vasitəsindən oxuya bilərsiniz. Fərhəng Hüseynov. Əziz şagirdlər, gəlin mətnin qısa məzmunu ilə tanışalım. Bilirsiniz ki, Azərbaycan xalqı bir çox dövlətlərin musiqi mədəniyyətinin inkişafında xidmətləri olmuş, istedadlı sənətkarlar yetişdirmişdir. Azərbaycan xalqı öz muğamı, musiqisi ilə dünya xalqları içərisində sayılıb seçilən bir mövqeyə sahibdir. Azərbaycan Bəstəkarlıq Məktəbinin istedadlı nümayəndələrindən biri də Respublikamızın əməkdar artisti, adı İngiltərənin Qrova, Hollandiyanın Avropa musiqisinin 400 illik ensiklopediyalarına daxil olmuş bəstəkar, skripkaçı, pedaqoq Fərhəng Hüseynov məhz belə sənətkarlardan biridir. Gəlin onun həyatına qısa bir nəzər yetirək. Fərhəng Hüseynov, dahi bəstəkarımız Qara Qarayevin diqqətini hələ Bülbül adına orta ixtisas musiqi məktəbinin yuxarı siniflərində təhsil alırkən cəlb etmişdir və ona xüsusi qayğı göstərmiş, onunla fərqli şəkildə məşğul olmuşdur. Ona bəstəkarlıq dərsi verməyə başlamışdır. Azərbaycan bəstəkarına dünya səviyyəsində yüksək qiymət verilmişdir